Salam dostlar, hər vaxtınız xeyir olsun. Kamal, çox sağ olun yenidən videoya baxdığınız üçün. Bugün bizim ikinci videomuzdur və sizləri Dubaydakı kirayədən salamlayıram. Bugünkü mövzumuz bəs fərqli mövzu olacaq. Bugün sırf dünənlə bağlı yaşadığım bir satışla əlaqəli bir şey oldu. Onu sizinlə paylaşmaq istəyirəm, amma ki, açıq desəm bugün heç video paylaşmağı düşünmürdüm. Sadəcə olaraq bəzi şeylər yaşadım və bilirsiniz nəyi hiss elədim? O bəzi şeylər olur, adam qəlbən hiss eləyir. Burada nəsə hiss elədim. O da bilirsiniz nə idi? Mən 2019-cu ilə qədər burada olanda o qədər də çox darıxmaq falan hissi yox idi də. Amma indi dəhşət darıxmaq var. Çox dəhşət. Yəni mən bunu bu cür təsəvvür eləməmişdim. Azərbaycandan bura gələndə çox belə detallı planlarım var idi ki, bunu eləyəcəm, çıxacam çölə, filan şey, hər nədirsə. Bir əməlli bir siyahım da var idi, amma ki, gəldim, belə deyə də lomkadayım. Və bugün dedim ki, ilahi, mən axmaqlıq eləmişəm, gələ heç birinci videomda paylaşmazdım. Özdə edit eləmirəm, videonu necə başlayıramsa, elə də bitirib, elə də yükləyirəm. Bunların heç birinə axotum, halım, əhvalım yoxdur. Yəni belə gördüyünüz kimi, heç əynimi də dəyişməmişəm. Birinci videoda nə idisə, ikinci videoda da odur. Üçüncü videoda dəyişəcəm onu. Bilirsiniz niyə dəyişmirəm, onu da deyim. Çünki bir evdə 8 nəfər qalır. Hərəsi bir paltaroyan maşından istifadə edəndə mənə vaxt gəlib çatana qədər gecə saat 2-3 olur. Ona görə də o vaxta qədər də mən yatıram. Nəysə, bu da başqa bir şey. Bugün biraz satışdan danışmaq istəyirəm, amma video çəkməyəcəkdim. Video çəkməyəcəkdim çünki çox qəribə hisslər yaşadım. Dedim ki, mən axmaqlıq eləmişəm, video çəkməməliydim, nə ağılsızlıq eləmişəm, gəl ikinci videonu çəkəm. Oturdum, namazdan sonra özümə gəldim. Biraz. Nəsə, namazdan da danışacağım, haçansa bəlkə də. Deməli, bugünkü mövzumuz nədir? Satışdır. Dünən, bildiyiniz kimi, mən bilməyənlər üçün hal-hazırda Dubayda Radisson Blu otelində çalışıram satış meneceri olaraq və mənim hədəf kütləm, yəni çalışdığım partnyorlar travel agentlərdir. Və Dubay qarmaqarışıqdır. Yəni 2019-cu ildə mən çalışdığım, belə deyək, küçədə, Business Bay ərazisində, əgər 19-18 otel var idi, indi 30-dan çox otel var, rezidens var, yəni mənim rəqibim formalaşıb. Ona görə də bu dəqiqə məsələ qiymətlərin üstündə oynayır çox vaxt. Kimsə 10 dirhəm aşağı verir, 20 dirhəm aşağı verirsə və sənin həmin adamla xüsusi bir münasibətin yoxdursa, onda uduzacaqsan və xüsusilə də bu dəqiqə mənim keysimdə heç kimlə mənim münasibətim yoxdur. Çünki heç 2 həftə deyil ki, Dubaya gəlmişəm. 2 həftə oldu əslində. Ayın desən ikisi bura gəlmişdim. Ayın indi 14-dür, yoxsa 16-dır, hər nədirsə. Yəni, hər mən münasibət qurmalıyam. Mənim getməli olduğum yol var. Bugün dünən gedib bir travel agentlə danışmışdım, oranın rəhbəri ilə və mənə dedi ki, bir sorğusu ilə bağlı əlində 2 oteldən yaxşı qiymət var. 350 dirhəm idi. Qayıtdım, dedim ki, what if I'm able to match the price? Əgər mən qiyməti uyğunlaşdıra bilsəm, nə olacaq? Dedi ki, mən sizin oteli push eləməyə çalışacağım. Başlanğıcda belə razılaşdıq ki, 350 dirhəmə match eləyəcəkdim. Və gəldim otelə, bizdə də belə bir şey var da, bizdə qiyməti, otaqların qiymətini birbaşa mən çıxartmıram. Revenue departamenti var, onlar deməli, mən onlara sorğu göndərirəm, sorğumu əsaslandırıram. Yəni, hətta öz komandamdan da belə danışıqlar aparmalıyam ki, onları razı salım, onlar mənə qiymət versinlər, sonra mən bu qiyməti göndərim travel agentə. Ümumi prosesi sizə izah edirəm. Və qiyməti aldım, 350 dirhəm, göndərdim. Orada rəhbər deyil də, rəhbərin köməkçisi başqa bir xanım mənə yazdı ki, 300 dirhəmə verən var da. Deyirəm, axı yox, biz 350 dirhəmə danışmışdıq və s. Deyir ki, sizdən aşağı qiymətə verirəm. Qayıtdım, deyim ki, baxın, mən Fadi ilə də danışmışdım və o mənə dedi ki, biz artıq 3 ildən çoxdur ki, əməkdaşlıq eləmirik. Siz məndən daha yaxşı qiymət almaq istəyirsinizsə, mən ən azından komandama göstərməliyəm ki, mən filan A-Travel agenti ilə artıq əməkdaşlığa başlamışam və onlar bizə etibar edib, bizə qrup veriblər. Gələk biz növbəti qruplara daha aşağı qiymət verək. Dedim ki, yəni siz mənim argumentimin daha tutarlı olmasını istəyirsinizsə, mənə heç olmaz 350 dirhəmə olmuş olsa da belə mənə müştəri verməlisiniz ki, növbəti sorğularınıza daha yaxşı qiymət verin. Və bunları tutdu əslində. Düzdür, elə danışdım ki, yəqin axırda gözləyirdiniz ki, mən deyim ki, satışı bağladım, yaxın satışı bağlamamışam, amma ehtimal edirəm ki, satışı bağlayacağam. Bugün də belə maraqlı bir case oldu ki,
Düz məndən 100 dirhəmə yaxın aşağı qiymətə verən var idi. Və siz mənə taktikasından istifadə edirəm, blöf eləyə bilmək. Bəzən müştəri istəyən qiymətə verə bilirsən. Amma prosesin özünün çətinliyini göstərmək üçün, biraz müştəriyə də ağırlığı göstərmək üçün, belə dırnaqarası müştərini süründürmək üçün qiyməti biraz gecikdirirsən, nəmnüm edirsən, geri dönüş edirsən. Müştəri biraz prosesin ağırlığını hiss edir ki, Kamal mənim üçün çalışdı. Bugün əslində elə bir şey elədim. Qayıtdım müştəriyə dedim ki, indi bu dəfə də çalışdığım travel agent ilə bir türk şirkətidir. Bir xanımdır, bir də bəydir. Yaxşı insanlardır əslində. Danışdım onunla. Bir dəfə də görüşmüşəm elə gələndə. Qayıtdı ki, Kemal bəy, yəni siz əlinizdən gələni eləyin, biz də əlimizdən gələn qədər sizə kömək eləyəcəyik. Çünki mən demişəm ki, mənim ilk partnyorumun sizin olmağınızı istəyirəm. Və onlara 500 dirhəmə yaxın bir təklif verilmişdi. Məndə də 600 dirhəmdir. Və mən onlara belə bir şey dedim ki, sizə 600 dirhəmə əslində Kamal olaraq vermişəm. Çünki sizdən başqa travel agentlərinə 670 dirhəmə verirdi və mən dedim ki, filan travel agentini istəyirəm mənim partnyorum olsun. Yəni belə danışdım. O xanıma bunu deyirəm ha. Və Kamal olaraq sizə bu qiyməti verirəm, amma Radisson olaraq əslində sizə 670 vermək istəyirlər. Yəni mən əlimdən gələni elədim. O da qayıt dedi ki, biz yenə də baxaq, əlimizdən gələni eləyəcəyik. Bu da 2 soruğu sabah follow-up eləməliyəm. Görək necə olacaq inşallah. Bugün əslində bundan danışmaq istəyirəm. Birinci videoya baxanda ikinci videoda özümü daha rahat hiss edirəm. Yenə də bu videoların çəkməkdə yeganə məqsədim, baxın, heç bir studiyada qalmıram, balaca bir evim var. Heç 5 kvadrat deyil, kravat, şifaner ancaq sığır. Bu videoların məqsədi ondan ibarətdir ki, həyatımı kontentləşdirirəm və nə zamansa oturub buna baxanda böyle danışmaq istəmirəm, amma deyim ki, Kamal sən bunu bacardın. Nəysə bacarmasam da belə. Ən azından özümə bir xatırlatma eləyəcəm ki, mən bu yolu da keçmişəm. Çünki insan subay olanda verdiyi qərarların riskini ancaq özü daşıyır. Amma ailəli olanda, üstəgəl övladının olanda, hətta 2 övladın olanda artıq verdiyin qərarın riski yalnız sənə aid deyil. Yoldaşındır, 2 övladındır. Və mən belə bir keysdə əslində 2 övlad və ailəli olduğum halda bu riski gözə alıb gəlmişəm. Bütün məsuliyyəti mənim üzərimdədir. Duasını eləmişəm, Allah qismət eləyib. Və görək necə olacaq. Nə vaxtsa, nə zamansa bu videoya baxacam. Ümid edirəm ki, inşallah peşman olmaram. Atamın sözü olmasın. Yəqin ki, atam da bu videoya baxacaq. Salamatçılıq olsun. Allah heç vaxt çəkilən əziyyəti yerdə qoymur. Əziyyət çəkin, amma halalından və qarşılığını da görəcəyik yəqin ki. Və bir də bunu da deyəcəm. Bugün ciddi problemlərim oldu. Biraz şəxsi problemlərim oldu və bir anlıq özümə xatırlatma elədim. Ondan sonra məsələlər tam olaraq dəyişdi. Problemi göndərən kimdirsə, problemin həlli də ondadır. Yəni, problem gələndə, qarşılaşanda deyin ki, bu problemi verən Allahdır. Və bu mənim problemim deyil. Yəni, problemi özü verib, özü də həll edəcək. Sizin və mənim işim bilirsiniz nədir? Sadəcə olaraq ona inanmaq və onun bunu həll edəcəyinə etibar eləmək. Ona etibar eləmək və onun bunu həll edəcəyinə inanmaq. Belə, özünüzü qoruyun. Bugün ikinci videomuz idi. Dubaydakı kirayədən çəkirəm bu videonu. Sabah görüşərik. 7 günlük video challenge'dır. Tutsa, yəni bacarsam axıra qədər, nə qədər ömür qismət eləsə çəkəcəm. Özünüzü qoruyun. Hələlik.